yerində igidlər bu qalanı qorumağa gələrlər. Baba Dağ haqqında çoxlu əfsanələr var. Yəni biz indi hardan başlayaq? O qədər rəvayət eləyirlər Həzrət Baba haqqında. Həzrət Babanı gördülər, Həzrət Babanı Xızır əleyhissalamla, Həzrət Babanı Musa əleyhissalamla, Həzrət Babanı Peyğəmbər sallallahu aleyhi və səlləmlə, cəmiyyən Ənbiya, Rəsul və Mürsəlin. Ona görə Baba haqqında, Həzrət Baba deyəndə adam biraz tərəddüd edir ki, Allah dostları övliya cərgəsində mi onu düşünmək olar, yoxsa Peyğəmbərlər cərgəsində, sırasında onu düşünmək olar. Onu bu qədər də yəni bizim vallahu aləm deyirik. Yəni bu bura gələndə çünki biz bildiyimiz 124 min nəbi mürsəl var. Amma bunların çoxsunun adı yoxdur bizdə, bəlli deyil. Ancaq bunların ola bilsin ki, bunların birində aiddir. Ola bilsin Allah dostlarının bir zirvəsində aiddir. Çünki biz bilirik ki, Allah dostları da bir neçə təbəqədədir. Məsələn, bilirik ki, Həzrət Baba iqlimdəndir. Bu 7 iqlim ki olar, bu övliyaların zirvəsidir. Məsələn, Həzrət Əli, Peyğəmbər sallallahu aleyhi və səlləm gəldikcə belə övliyalar çoxdur və bunlar kitablarda qeyd olunublar. Sayı hesabı indiyə qədər məlumdur, amma çoxdur və özü də ki, bunlar həmişə gizli olublar, pünhan olurlar. Bunlar axır vaxtlarda insanlar nəzərinə gəlir və insan ona haqda müəyyən bir şeyi əldə edə bilir ki, bu Allah dostudur. İslamiyyət təzə qəbul olunanda baba bu İslamiyyəti qəbul edir və onun bütün o şəriət qaydalarını öyrənir. Belə bir vəziyyət olur ki, bu bərəkətə çox əhəmiyyət verilmiş, günah həmişə yerə düşməsi filan. Düyü düşür, ayaq altına qalır babanın. Və bu günahı bağışlamaq üçün o bütün ailəsini yığışdırıb Allaha lap yaxın yerə getmək istəyir. Belə təsəvvür edir ki, Allah Taala ərşdədir, ona yaxın getmək lazımdır və günahını bağışlamaq üçün ona yaxın getməyi özü üçün necə deyim, borc bilir, bu günahdan qurtarmağı onun üçün vacib bilir. Gəlir bu yerlərə çıxır. Onun bacısı Bikə xanım Ağa Bikə deyir. Çünki el arasında Ağa Bikə deyilir. Ximran kəndinin yaxınlığında. Harada ki, mən orada anadan olmuşam o Ximran kəndində. Deyir, qardaş, mən gedə bilmirəm, mən həddən düşmüşəm. Orada da qalır və orada da vəfat edir. Qeyb deyərlər, qeyb olunur. Böyük ziyarətgahdır, Ağa Bikənin qəbri. Mən Ağa Bikədən danışıram siz üçün. Çox deyir, yalvarır, gərək gedəsən, qarqıyır onu. Deyir, mən səni görüm ay bacı ki, ətrafında uçqun əksik olmasın. Deyir, gedə bilmirəm. Ay qardaş, sən üçün də mənim duam budur ki, qarqışım budur ki, sən də başından qar əksik olmasın. Baba gedir, çıxır. Həmən dağa. Dağda bir qədər yaşayır. Xeyli yaşayır və orada da öz günahının bağışlanmasını istəyir. Orada qeyb qalır və bu böyük şəxsiyyətdir ki, o İslamiyyətini o incəliyə qədər o qəbul edib və kiçik bir günaha da bağışlanması üçün, bax bu mənada mənim eşitdiklərimdən belə olmuşdur. Hardan gəlib? Bax bu Azərbaycanın bu alan yerlərindəndir, dəqiq deyə bilmirəm. Bilirəm ki, Azərbaycanın aran yerlərindən olub bu, düz yerlərindən olub bu,
bu dağa, Allaha yaxın yerə üst tutub bu günahını bağışlamaq üçün. Günahda bir düyünün ayaq altda qalması olub. Günah əsas bu olub. Bəs Həzrət niyə deyirlər? Da bu boyda adama həzrət deyirlər. Bu cür Allahı sevən adama İslamiyyəti qəbul eləməyə həzrət böyük şeydir. Yaranışda bir həqiqət var idi. Zaman həqiqətlər də çoxaldıqca uca həqiqət əlçatmaz olaraq qaldı. Hər kəs öz həqiqətinə yol aldı. Yollar, cığırlar çoxaldıqca insan dolanbazlarda azdı. Lahıc yolunda qarşımıza çıxan insanlardan yol sorduq. İndi Babadağ ziyarəti bitib, ora ancaq avqustda çıxa bilərsiniz, dedilər. Gecənin qaranlığında Lahıcdan nənə qəbrinə qədər 3 saatlıq yol bizi bu məkana gətirdi. Yemək hazırladıq, çay içdik və İndi dayandığımız bu yer Nənə qəbri adlanır. Buradan Babadağa yol başlayır. Bizi burada obada qarşıladılar. Ətrafda nə var bilmirik. Bayaq göstərdiyimiz kadrlarda çox dağlardan, dərələrdən keçib gəldik və müqəddəs yerə çatdıq. Sabah bələdçimizlə bərabər Babadağa qalxacağıq. Sabah açıldı. Gözlərimizi açdıq və bu dağların arasında maşın sonuncu dayanacağı yalnız bura ola bilər. Bundan artıq maşının getmə imkanı yoxdur. Biz də artıq bütün qrupu ilə tədarükümüzü görmüşük və yola çıxırıq. Allah amanında. Gəlin bizlə bərabər gedəyim və bizimlə bərabər olun. Alpinist Zaur, rəssam Vüqar, bələdçi Rəşad, çəkiliş qrupu Cəfər, Əlövsət, Vüqar və mən 7 idik. Yola başlayırıq. Bu nənə qəbridir. Torpaqla daşın sərhədində. Torpaq da anadır. Buradan yüksəkliyə can atan hər kəsi nənə, ana yola salır. Babaya qədər 7 məqam gedəcəyik. Ana ilk məqamdır. Bura ziyarətə gələnlər bu daş təpəciklərinə daşlar atırlar. Burada insanlar son həyatlarını yaşayıblar. Ona görə də buradan keçdikcə hər kəs o insanlar ki, harda rəhmətə gediblər, ora daşlar atırlar. Və bir də ən qəribəsi burada qurulan bax belə daşlıqlardır. Bu daşlıqlarda hər kəs ürəyində bir niyyət tutur. Evlər qururlar, öz arzularını qururlar və bu arzular da Babadağdan, nənə qəbrindən öz arzularının çin olmasını istəyirlər. Onun üçün də bax gördüyünüz bu daşları insanlar öz həyatlarının arzularını yaşadıblar burada.